Deməli, bizim qaydamızda da standart şəkildə göstərmək üçün demişdik ki, həmin ədədlərin qiymətli hissəsi 1 və 10 arasında yerləşməlidir. İndi burada göstərilən ədəddə standart şəkildə yazmaq üçün vergülü düzgün şəkildə yazmaq lazımdır. Vergülü mən gətirib buradan qoya bilərəm 3 ilə 2-nin arasında. Yəni olacaq bu 3 tam %24 vurulsun 10 üstündə. Vergüldən sonra nə qədər ədəd varsa bunları saymaq lazımdır. 1, 2, 3, 4, 5, 6, 7. Olacaq o zaman D variantı. Sonra ikinci sualda bir azca yaxınlaşdırım. İkinci sualda məxrəci 48 olan düzgün kəsrlərdən neçəsini sonlu onluq kəsr şəklində göstərmək olar? Bizim qaydamız var idi ki, sonlu şəkildə göstərmək üçün əvvəlcə kəsri məxrəcini vuruqlarına ayırmalıyıq. Sadə vuruqlarına ayırandan sonra onun içərisindən 2-ləri və 5-ləri seçib bir-birinə vurmalıyıq. Və aldığımız cavabdan 1 çıxmalıyıq. Niyə görə 1-i çıxırıq? Çünki 48-də 48 də sonludur, amma düzgün kəsir deyil. Düzgün olmayan kəsirdir. Ona görə 48 dənəsindən 1-i çıxan növbəti 47 sualdan baxırıq. Onda biz buradan yaza bilərik ki, əvvəlcə 48-in vuruqlarını 2-yə bölsək 24, 2-yə bölsək 12, 2-yə bölsək 6, 2-yə bölsək 3, 3-ü 3-ə bölsək 1. Biz ancaq bunların içərisindən demişik ki, 2-ləri seçəcəyik. 1, 2, 3, 4 dənədir. Bunları bir-birinə vurmaq lazımdır əvvəlcə. Bir-birinə vuranda 16 eləyəcək. Aldığımız cavabdan dedik ki, birini çıxmalıyıq. 16-dan da 1 çıxanda qalacaq düzgün cavabımız 15. Üçüncü sualda spirt məsələsində, ümumiyyətlə məhlul məsələsində sizə demişəm ki, əvvəlcə qab çəkmək lazımdır ki, rahatlıqla nəyin harda olduğunu görəsiniz. Yoxsa biraz bunları yazmaq, başa düşmək çətinləşdirəcək sizi. Əvvəlcə yazıram nəyi? Qabın içində 300 qram və 25 faizli şəkər məhlulu var. Mən bura 50 qram su buxarlandı. Su buxarlanırsa buradan 50-si çıxır yəni. 50 qramı çıxdı. Və yeni bir faiz alındı bilmirik. Bunun axtarışındayıq. Deməli, birinci qabın içində var idi 300 vurulsun 25 bərabərdir. Burada 300 qram var idi. 50-si buxarlandı. Deməli, 300-dən çıxacam 50-ni qalacaq burada 250. Vurulsun yeni faizimiz də yoxdur. X yazıram bura. İxtisar aparsam buradakı 0 ilə 0 gedəcək. Bu 25 ilə 25 getsə X-in qiyməti bərabər olacaq 30-a. Deməli 30 faizli məhlul alınacaq. Oldu C variantı. Sonra neçə sadə böləni var? 120-ni vuruqlarına ayıracağıq. 2-yə böldük 60, 2-yə böldük 30, 2-yə böldük 15, 3-ə böldük 5, 5-i 5-ə böldük 1. Sadə bölən deyəndə müxtəliflər nəzərdə tutulur. Yəni, bir dənə 2 götürə bilərəm, bir dənə 3 götürə bilərəm, bir dənə 5. Oldu bunun 3 dənə sadə böləni. Sadə vuruq desə, hamısını sayırdıq. Müxtəlif desə, yenə müxtəlifləri. Sadə bölən desə, yenə müxtəlifləri seçirik. Təkcə sadə vuruqların sayı soruşanda bütün vuruqların hamısını saymaq lazımdır. Birinin 30 faizi, digərinin 50 faizinə bərabər olan 2 dənə natural ədəddir. Birinə bilmirəm, x deyirəm, digərində bilmirəm, y deyirəm. 30 faiz deyirəmsə, yazmalıyam 30x, 50% deyirəmsə bərabər olmalıdır 50y-ə. Hər ikisi 10-a böləndə 3x bərabər 5y qalacaq. Buradan x-in qiyməti yazırıq ki, 5k-ya bərabərdir. Y-in qiyməti bərabərdir 3k-ya. Deyir, bu ədədlərin cəmi 240-dır. 5k üzərinə gəl 3k bərabər eləməliyik 240-a. Buradan alırıq ki, 8k bərabərdir 240-a. K-nın qiyməti oldu 30. Gətirəm k-nı yerinə 30 yazıram. 5-i vururam 30-a 150. 3-ü vururam 30-a 90. Həmin ədədlərimiz olacaq deməli 150 ilə 90, yəni D variantı. Sual 6-da ardıcıl tək ədədlər bir-biri ilə qarşılıqlı sadə olur. Qarşılıqlı sadə olanda ekobonların hasilinə EBOB isə 1-ə bərabərdir. Bu ekobun yerinə AB yazmalıyım. Qabaqda əmsal 2-də var. Olur o zaman 2AB və üzərinə gəlinsin. Burada EBOB-la bizə nə verməlidir? 1 verməlidir. Buraya yazıram 1. O zaman 4 də 1-ə vuranda eləyəcək 4. Cavab olacaq o zaman 2AB üzərinə gəlinsin 4. Yəni A variantı. Sonra gəldik növbəti sual 7-ci sualda. Deyir ki, uzunluğu 60 olan AB üzərində götürülmüş C nöqtəsi D nöqtələri A nöqtələrindən başlayaraq 2, 3, 5 nisbətində bölünmüşdür. Biz sırayla yazaq bura 2x, 3x və 5x. İndi fikirləşəcəm ki, mən C ilə D-ni qeyd eləmişəm. Amma yerlərini bilmirəm. Birinci buraya yazıram C-ni, buraya yazıram D-ni.
Hamısını toplayanda burada 2x'i, 3x'i, 5x'i eləyəcək 10x. Bərabərdir. Parçanın uzunluğu 60 idi 60-a. X bərabərdir 6-ya. 6-nı vururam 2-yə, bura olacaq 12. 6-nı vururam 3-ə, bura olacaq 18. 6-nı vururam 5-ə, bura olacaq 30. Mənə lazımdır BD parçası. Birinci BD-nin qiymətini buradan görürəm ki, 30-a bərabərdir. Bəlkə heç mənim bu B ilə C ilə D-nin yeri düzgün deyil. Tərsinədir. D burada, C buradadır. Onda DB parçamız bura olacaq. 18 ilə 30 bir yerdə. Bu dəfə də bizə BD-ni 48 verir. Ala biləcəyi qiymətlərin cəmi deyəndə 30 ilə 48-i toplamalıyam. Eləyəcək 78, yəni D variantı. Aydın oldu mu? Gəldik sual 8-ə. Demişəm ki, nöqtəli vergüllü misallar veriləndə kəsirlərdə ümumiyyətlə burada birinci kəsirin birinci ədədini, sonuncu kəsirin sonuncu ədədinə vurmaq lazımdır. Yəni 5 vurulsun, 3n üzərinə gəlinsin 5-ə. Kəsirin sürətləri normalda toplanmalıdır. 5-ləri toplayıram. Mən nə bilim burada nə qədər 5 var. N dənə misal var. Ona görə burada 5n yazmalıyıq. Bərabərdir 4-də 1-ə. 5 ilə 5 ixtisar getsə çarpaz vura bilərəm. 4-ü vururam n-ə, olacaq 4n bərabərdir. 3n üstə gəl 5-i də 1-ə vuranda eləyəcək burada 3n üzərinə gəlinsin 5. Burada 4n-dən çıxacaq 3n-ni bərabər eləyəcək 5-ə. Bir dənə n də bərabər oldu 5-ə. Elə bizdən də n-in qiyməti soruşulurdu. Cavab olacaq 5. 4 ardıcıl tam ədədin cəmi -18-dir. Birinci x olsun, ikinci x üstə gəlinsin 1 olsun, üçüncü x üstə gəlinsin 2 və sonuncu da x üstə gəlinsin 3 olacaq. Bunların hamısını toplayanda 4x üzərinə gəlinsin 6 bərabər deyir -18-ə. Buradan 4x bərabərdir. 6-nı sağa keçirəndə -6 eləyəcək. Yəni -18 çıx 6 oldu -24. X də bərabərdir -24. 4-ə böləndə -6 qaldı. Gətirib burada yerinə yazıram. Birinci olacaq -6. -6-nın üstünə 1 gələndə olacaq -5. -6-nın üstünə 2 gələndə olacaq -4. -6-nın üzərinə 3 gələndə olacaq -3. Ən böyüyünü soruşur, ən böyükdə olacaq -3, yəni B variantı. Sonra sual 10-da deyir ki, ədədlərin həndəsi ortası 4-ə bərabərdir. Həndəsi orta kök altında ədədlərin hasili deməkdir. X çıx 2 vurulsun, x üstə gəl 2. Bu bərabər olmalıdır 4-ə. Bu mötərizənin içi bizə kökün içi daha doğrusu verəcək bizə müxtəsər. Yəni x kvadratı çıxılsın 4 bərabərdir 4-ə. Kökdən çıxartmaq üçün kvadrata yüksəlsək, x-in kvadratı çıxılsın 4 bərabər 16-ya. Buradan x kvadrat bərabər 4 sağa keçəndə 20 eləyəcək. 20-ni də mən kök altında yaza bilərəm. 20-ni də yazıram 4 vurulsun 5 şəklində. Buradan çıxacaq 4-dən 2, kökdə qalacaq 5. X-in qiyməti lazımdır. Cavab olacaq 2 kök altında 5. Sonra 11-ci sualda cəmi 231 olan ABC ədədlərinin uyğun olaraq 3 ilə 5 ilə düzdür, 4 ilə də tərs mütənasibdir. Onda düz mütənasib olanları 3x, 5x şəklində götürəcəm. Tərs mütənasib 4 ilə olduğuna görə 4-də 1x götürəcəm. Və bərabərdir deyir 231-ə. Toplayanda 3x üstə gəl 5x oldu 8x. 4-də 1 də burada olacaq 8 tam 4-də 1x. Bərabərdir 231-ə. Buradan çevirmə aparsam 4-ü vururam 8-ə 32, bir də burada 33x. Bərabərdir 231-ə. X tapan zaman 231 olduğu kimi qalacaq və 4-də 33-ü tərsinə bura yazıram 33-də 4. X də bərabərdir. Bunlar ixtisar getsə burada 7 qalacaq. 7-də 4-ə vuranda 28 eləyəcək. Bu x-in qiyməti. Birinci ədədimiz burada 3-ü vururam 28-ə olacaq neçə? 84. İkinci 5-i vururam 28-ə olur 140. Elə məndən birinci ilə ikincinin fərqini soruşur. 140-dan çıxmalıyam 84, cavab qalacaq 56. Cavab olacaq, yəni C variantı. Sonra 12-də deyir ABC üçbucağında BD tənböləndir. Bir dənə ABC üçbucağı götürürəm. A, B, C. BD tənböləndir. B-dən aşağıya xətt çəkirəm, tənbölən xəttidir. Yəni bucaqlar yarıya böləcək. AB 18, BC 20, AC 19 ümumi. Mən bura x yazıram. Onda bura qalacaq 19 çıxılsın x. Nisbətlərini götürürük. Tənbölən xassəsi belə idi. 6, 6. 18 bölünsün 19 çıxılsın x.
bərabərdir 20 bölünsün x. 18 ilə 20-ni ixtisar edirəm, ədədlərimiz balacalaşsın deyə. 18-i bölürəm 2-yə, 9, 20-ni 2-yə bölürəm, qalır 10. Çarpaz vururam. 9-u vururam x-ə, olur 9x bərabərdir. 10-u vururam 19-a, 190. 10-u vururam mənfi x-ə, oldu mənfi 10x. Mənfi 10x-i sola gətirəndə toplam olur 19x bərabərdir 190-a. X bərabər oldu 10-a. Məndən gətirib deyəcəyini soruşduğuna görə x soruşurmuş. Cavab oldu 10, yəni C variantı. Sonra gələk növbəti suala. Sual 13-də. 24% 18 olan ədəd deyirəmsə, mən yazmalıyam 18 vurulsun 100 bölünsün 24. Burada nə edəcəyik? Əvvəlcə ixtisarlarımıza aparsaq 6-ya bölsəm 24-ü, qalacaq burada 4. 6-ya bölsəm qalacaq burada 3. Bu da 3'ü 100 ilə 4 gedir 25 qalır. 3'ə də vuranda 75 eləyəcək. İndi baxıram 75 125-in neçə faizidir? Yazmalıyam bura 75 bölünsün 125 vurulsun 100. 75 ilə 125-i 25-ə ixtisar eləsəm, burada qalacaq 3, burada qalacaq 5. 5-dən də 100 yaparsam, burada 20 qalacaq. 3-ü də 20-yə vursam, eləyəcək 60, yəni A variantı. Sonra 14-cü sualda. Deyir ki, 9-da 5 kəsirinin surət və məxrəcinə hansı rədə əlavə etsək? 9-da 5-in surətinə də yazıram x, məxrəcinə də yazıram x. Əlavə etsəm 3-də 2-yə bərabər olacaq. Nə etmək lazımdır? Çarpaz şəkildə bir-birinə vurmaq lazımdır. 5'i vururam 3'ə 15 üzərinə gəl. X-i vururam 3'ə 3x bərabərdir. 2-ni vururam 9-a 18 üzərinə gəl. 2-ni vururam x-ə olacaq burada 2x. Nə edəcəyik indi burada? Tənlikdir də x-lər bir tərəfə, ədədlər bir tərəfə. 3x, 2x-i gətirəm bura. Çıxılsın 2x bərabərdir 18 çıxılsın 15-ə. Burada qalacaq x bərabər 3-ə. Deməli, düzgün cavabımız 3-ə bərabərdir. Deyir indi burada mənfi 77-dən 77-yə 78-ə qədər olan ədədlərin, yəni burada tam ədədlərin cəmini tapın. Deməli, mənfi 77-dən başlayıram, mənfi 76 və s. və s. və s. Gəldim, 77 sayıram, 78-i saymıram. Fikir versəniz, bura 76 da yazıram. Biri müsbət, biri mənfi, biri müsbət, biri mənfi. Getdilər, cavab qalacaq. Bunların cəmi 0. Sonra 16-da. Demişik ki, burada qayda 3-ünün cəmi 360 eləməlidir. X üzərinə gəl 160, üzərinə gəl 60 bərabər 360. X-in qiyməti bərabərdir buradan. Bu ikisi 220 eləyir. 360-dan 220 çıxanda qalacaq 140 dərəcə. Cavabımız oldu. Deməli 140. Deyir, B ədədin əksi mənfi 6-ya bərabərdir. Hə, onu deməli B-nin özü 6-ya bərabər imiş. Bu ifadəni soruşur. 3 vur 6 yerinə yazıram da burada B-nin. Çıx 6. 18 çıx 6 cavab eləyəcək 12. Daha sonra sual 18-də. Qiymətləri yerinə yazsaq, burada AB 2-dir, BC 3-dür, AD 4-dür, CD 6-dır. X-in ala biləcəyi tam qiymətlərin cəmini soruşur. X-i ortaya yazırıq hər zamanki kimi. İşbucaq bərabərlikdə ədədləri toplayıb sağa yazırdıq, çıxıb sola yazırdıq. 3-dən 2-ni toplayanda 5, 3-dən 2-ni çıxanda 1 oldu. Buradan x bərabər oldu nəyə? 2, 3, 4-ə. Aşağıdan x-in həll eləsən burada. 6 ilə 4 toplayanda 10 eləyəcək. 6-dan 4 çıxanda 2 eləyəcək. Buradan da x-in qiyməti mənə verəcək 3, 4, 5, 6, 7, 8 və 9. Həm aşağıda, həm yuxarıda ortaq həllər 3 ilə 4 olacaq. Gördüyümüz qədərilə. Məndən də bu qiymətlərin cəmini soruşur. Deməli, 3 ilə 4-ü toplayacağım. Cavab eləyəcək 7. Sonra sual 19-da. Ətraflı yazılı tələb olunan tapşırıqlardır. Bunların qiymətləri daha yüksək olur. Belə suallarda diqqətli olmaq lazımdır ki, səhv eləməyəsiniz. Yəni, boş da qoymaq olmaz. Ən azından yarımçıq da olsa nəsə yazmaq lazımdır. Yaxşı, burada nə etmək lazımdır? Birinci 18-i yazıram surətə. Bu 0,1-i yazıram 10-da 1 şəklində. Bu da eləyəcək 1 bölünsün, yenə 10-da 1 şəklində yazdım. Bərabərdir. Hələ o birini yazmıram. Birinci kəsi həll edirəm. 18, bu 10-da 1,
Üzərinə gəl. 1-i 10-da 1-ə böləndə tərs çevrilib mənə 10 verəcək. Bunları da toplayanda 18 bölünsün. 10 tam 10-da 1. Buna çevirəndə 10-da, onu 10-a vururam. 101 də burada oldu 101. Hətta bu 10 yuxarı qalxacaq 18-in yanına. Olacaq burada 108, məxrəcdə 101. Bu bizim birinci kəsrimiz. Keçirəm indi ikinciyə. 101. Tam onda 2-ni yazıram. Onda 2. Buradakı vergülü silmək üçün aşağı bir vergül, 0 gələn vergül silirəm. %2 olur. Çıxılsın %2. Yazdım belə. Lap bunu 100 olsun deyə məxrəci yanına bir dənə sıfırları gəldim hərəsinə. Olacaq yuxarıda 101, aşağıda %20-dən %2 çıxanda qalacaq %18. İndi məxrəcdə 18 qalacaq, bu 100 yuxarı qalxacaq. Olur burada 101, yanında da ki 100. Nə etmək lazımdır? Yuxarıda tapdığımla aşağıda tapdığımla bir-birinə vurmaq lazımdır. Gəlirəm indi buradan yazıram ki 180 bölünsün 101 vurulsun 18-də 101 vurulsun 100. Bu 101 ilə 101 geçsə, bu 18 ilə də buradakı 18 geçsə, burada 10 qalır da elə bil. Onu da 100-ə vuranda cavab eləyəcək 1000. Sonra gəldik 20-ci suala. Burada paraleli əlamətindən istifadə eləyəcəyik. Hansı ki, baxıram nəyə? Birinci növbədə demişik ki, burada çölə çıxan bucaqları toplayıram, bərabər eləyəm içəri girən bucağa, yəni bura. Yəni 4x üzərinə gəlinsin 2y, üzərinə gəlirəm buradakı 5x plus 3y, bərabər eləyirəm ortadakı 6x üzərinə gəl 5y, üzərinə gəl 18-ə. Sol tərəfdə 4x burada, 5x burada olur 9x. Üzərinə gəl 2y ilə 3y mənə verəcək 5y. Bərabər sağda 6x, üzərinə gəl 5y, üzərinə gəl 18. 5y-dən 5y çıxdım, getdi. 9x-dən 6x çıxanda qalacaq 3x. Aşağıda da bərabər olacaq nəyə? 18-ə. Buradan da x-in qiyməti olacaq 6. X-a 6 tapdım. X-in yerinə gətirirəm. 6-nı yaza bilərəm. Əvvəlcə bir də ki, belə bir şey nəzərdə yetirəyin ki, bu bucaqla bu bucaq bir-birinə çarpazdılar. Yəni, bir-birlərinə bərabərdirlər. Onda əlavə olaraq yaza bilərəm 5x üzərinə gəl 3y bərabərdir 2x üzərinə gəl 6y-ə. 5x-dən 2x çıxanda qalacaq 3x bərabərdir. 6y-dən də 3y çıxanda qalacaq 3y. 3-lər də getdi, x bərabərdir y qalacaq. İndi x-in qiyməti 6-dırsa, buradan görürəm ki, y-in də qiyməti 6-ya bərabərdir. Gətirirəm indi mənə nəyi soruşur? Alfanı soruşur. Alfa buradakı bucaqdır. Həmin o sarı bucaqda bu göy bucaq bir-birlərinə bərabərdirlər. Deməli, buradan 2x üzərinə gəl 6y axtarırıq. Gətirin x-in və y-in yerinə 6-nı yazın. Olacaq 2 vurulsun 6, üzərinə gəl 6 vurulsun 6. Bu 12 eləyəcək, bu da 36 eləyəcək. Toplayanda 48 düzgün cavab olacaq. Sonra sual 21-də. Deyir ki, natural bölənlərin sayı 12-dir. Mən əvvəlcə 4-ü sadə vuruqları şəklində yazmalıyam. 4-ü yazıram 2-nin üzərində 2, yanında da m var deyə 2 üstü 2. 3-ün üzərində də n yazdım. İndi natural bölən sayını tapanda qüvvətlərin üzərinə 1 gəlirdik. Yəni bu 2m-in üzərinə 1, n üzərinə 1 yazıram. Yəni 2m üzərinə gəl 1, vurulsun, n üzərinə gəl 1. Bərabər olmalıdır 12. Bunu yazdıq. İndi nə edəcəyik? Fikirləşirəm ki, mən m-ə qiymət verməliyəm. Məsələn, m-in yerinə 1 yazıram burada. M-ə 1 yazdım. Qıraqdan qeyd edim, m bərabərdir 1. 1 yazanda bu eləyəcək 3, n üzərinə gəl 1 bərabərdir 12-yə. Buradan da n üzərinə gəl 1, 12-ni 3-ə böləndə 4, n də bərabər oldu 3-ə. Həm m-i, həm n-i tapdığımıza görə gəlirəm burada yerinə yazmağa. Olacaq onda a bərabərdir 4-ün üzərində 1, 3-ün də üzərində 3. Olacaq 4 vurulsun. 3-ün kubu mənə verəcək 27. 4 də 27-yə vuranda olacaq 108. Və sonda bizdən A-nın rəqəmlərinin cəmini soruşur. Rəqəmlər cəm deyəndə 1-i, 0-ı və 8-i toplayıram. Bunların da cəmi bizə verəcək 9. Deməli, düzgün cavab oldu 9. Sonra gəldik 22-yə. Deməli, burada nə olacaq? Əvvəlcə, mən modulu sadələşdirmək üçün həmin içindəki ABC ədədlərinin şərtlərini bilməliyəm. Kim kimdən böyükdür, onları bilmək lazımdır.
Bunun üçün də bizə burada qıraqda şərt verir. Bundan istifadə edəcəm. Alfanın qabağında durur A tərəfi. Gətirirəm bu alfanın yanına A yazıram. Böyükdür. Betanın qabağında durur B. Bura yazıram B-ni və qammanın qarşısında durur C. Burada yazıram C-ni. Deməli, müqayisədən tapdıq ki, A böyükdür B, böyükdür C. Lap rəqəmlə baxsam, 2, 3, 4 şəklində baxaram. Gəlin modulları sadələşdirək. Modulda A çıxılsın C var. Baxıram A böyükdür yoxsa C. Hə, gördüm ki A C-dən böyükdür. Deməli bu olduğu kimi qalacaq. Yol böyüyündə elə bil ki. Üzərinə gəl. C ilə B-ni müqayisə etsəm. C-nin qiyməti 2, B-nin qiyməti 3. Deməli B C-dən daha böyükdür. Yerləri dəyişməlidir. Birinci B yazılmalıdır, sonra isə C yazılmalıdır. Çıxılsın. A ilə B-ni müqayisə eləsək, A ilə B-nin arasında özümüzə rəqəmlər veririk burada müqayisə üçün. A ilə B-nin arasında 4 və 3 4 daha böyükdür. Yerləri dəyişir. Olur A çıxılsın B. Bərabərdir. Birinci mötərizəni açıram. Ora A çıxılsın C. Burada B çıxılsın C. Və qabaqda mənfi var deyə mənfi A bu isə plus B olacaq. Bərabərdir. Mənfi A, müsbət A getdilər. B ilə B mənə verəcək 2B. Mənfi C ilə mənfi C olacaq mənfi 2C. Düzgün cavab olacaq o zaman 2B çıxılsın 2C. Yuxarıdakı 4, 2, 3 və s. olan yədə rəqəmlər özümüzdən verdik müqayisə üçün. Bura istəyən 6, 7, 8 ver. İstəyən 12, 13, 14 ver. Yəni sənin kefindən asılıdır. Sırayla düzgün şəkildə yerinə yazıb müqayisə eləmək üçün yaza bilərsən. Gəldik sual 23-ə. C-lər ikisi də mənfidir deyə mənfi 2 C-lədir. 3 ardıcıl tək natural ədədin cəmi. Ardıcıl tək deyirəm. Birinci olacaq 2-nin üzərinə gəl 1. İkinci olacaq 2-nin üzərinə gəl 3. Üçüncü olacaq 2-nin üzərinə gəl 5. Bunların cəmi 6n üzərinə gəlinsin 9. Deyir bərabər 99-a. Yazıram bura 99. 6n bərabər 99-dan 9 çıxanda qalacaq burada 90. N də bərabər 90-ı 6-ya böləndə 15. Gətirirəm ədədlərin yerinə 15 yazıram n-lərin yerinə. N-in yerinə burada 15 yazanda 2-ni vururam 15-ə 30. Üzərinə 1 gələndə 31. Birinci 30. İkinci eləyəcək 33. Üçüncü eləyəcək 35. Məndən soruşur böyüyünü natural bölənlərinin sayını tap. Böyük 35-dir. 35-in yaza bilərəm bu şəkildə. 5 üstü 1, 7 üstü 1 şəklində. Bunun natural bölənləri deyəndə qüvvətləri dairəyə alırdıq və bir vahid artırırdıq. Yəni 1-dirsə 1 plus 1, yenə bu biri də 1 plus 1 yazıram. Eləyəcək 2 vur 2, cavab eləyəcək 4. Bu da olacaq natural bölənlərinin sayı. Daha sonra gəldik buradan sual 24-ə. Üçbucağın tərəfləri ABC-dir və modulda verilən ifadələr var. Sıfırdan kiçik bərabər götürür. Modullar sıfırdan kiçik ola bilməz. Kiçik bərabər varsa, deməli sıfıra bərabərdirlər ki, o şərt verilib bizə. Deməli, hamısını sıfırdan kiçik bərabər götürmək olar. A üzərinə gəl, B çıxılsın 11, bərabər 0 yazaram. B üzərinə gəlinsin, C çıxılsın 12, bərabər 0 yazaram. A üzərinə gəl, C çıxılsın 13, bərabər 0 yazaram. Bunların hamısını alt-alta toplasaq, A ilə A 2A, B-lər toplasaq 2B, C-lər toplasaq 2C bərabərdir. Bu mənfilərin hamısını müsbət kimi sağa keçirdirəm və sonra toplayıram. Eləyəcək toplayanda 30 neçə? 6. Hamısını da 2-yə bölsəm, qalacaq A plus B plus C bərabər 18-ə. Deməli, perimetrimiz 18-ə bərabərdir. Üçbucağın perimetri tərəflərinin cəmidir. Yəni A, B, C-nin cəmi. Sonra və sonuncu sual. Bir Samir pulunun 1/3-ni. Samirin əvvəlcə pulu olsun ilk başda x qədər. Deyir ki, 1/3-ni. Və buradan hamısını sırayla çıxıram. Birinci, çıxdı 1/3-nə qədər. Sonra qalan pulunun 1/3-in çıxıbsa 3/2-si qalıb. Yəni, bu 3/2-nin də 3/2-sini xərclər deyir. Bax, 3/2-nin də 3/2-sini. Bu eləyəcək 9/4. Deməli, buradan çıxıram bir dəfədə 9/4-ünü. Əlində qaldı 80-i. Bunu hesablasaq. Silim. Hamısının ortaq məxrəc 9 olar. Birinci eləyəcək 9/9. Lap belə yazılır sizə. Sonra ikinci eləyəcək 9/3. Üçüncü də öz olduğu kimi qalacaq 9/4x. Bərabər 80-ə. Məxrəc olduğu kimi qalır. 9-dan 3-ünü çıxıram 6, 6-dan da 4-ünü çıxıram 2. 9/2x bərabər 80-ə. Buradan x tapsam 80-i mən vuracam 9/2-nin tərsinə, yəni 2/9-a. Burada da ki 2 ilə 80 getsə 40 qalacaq. 40-ı da 9-a vuranda 360.
Deməli, Samirin əvvəlcə 360 manat pulu var imiş. Aydın oldu uşaqlar. Bəli, müəllim. Bəli, müəllim. Da belə. Deməli, onda sizə evə nə verdik biz? Yadımdan çıxdı, nə dedim sabah ayaqları? Deyirsiniz müəllim, test atacağam, nə atacağam? Görürsüz ağlar.